Azərbaycan dünyada talasemiya xəstələrinin çoxluq təşkil etdiyi 4-cü ölkədir. Respublika Diaqnostika Mərkəzindən verilən məlumata görə irsi qan xəstəliklərindən əziyyət çəkənlərin Azərbaycanda çoxluq təşkil etməsi yeni doğulan körpələrdə müxtəlif formalarda qan xəstəliklərinin yaranmasına səbəb olur. Belə olan halda müxtəlif yaş qruplarından olan insanlar, ha belə yeni evlənəcək cütlüklərin genetik laboratoriyada qan analizləri verərək qan xəstəliklərinin vaxtında aşkarlaması mütəxəssislər tərəfindən labüd hesab olunur. Bizdə talasemiyalar, beta talasemiya, alfa talasemiya yüksək gen sıxlığındadır. Yəni iki gəncdə hər ikisi daşıyıcı olarsa, onda deməli bu xəstəliyin yaranma riski 25% olur. Başqa sözlə desək, 2-4 doğulmuş uşaqdan biri xəstə ola bilər. Mənim də gənclərə tövsiyəm olar ki, problemdən qaçmasınlar. Problemə qarşı gedib, əgər varsa onu aşkarlayıb aradan qaldırsınlar.